Bu gecə Həzrəti Ümmül Bənin əleyhissalamın vəfat gecəsidir. Çox hüzünlü bir tarixdir şiələr üçün. Bu hüzünlü vəfat münasibəti ilə İmam-ı Zəmanə Cəlallahu Teala Fərəcəhu Şərifin məhsəri şərifinə və siz möhtərəm möminlərə, bizi dinləyənlərə başsağlığı arz edirəm, təsliyyət arz edirəm. Allahdan istəyirəm ki, o xanımın şəfaətin bizlərə nəsib eləsin. Dünyada da ziyarətin, bəqini bizlərə ziyarət etməyi nəsib eləsin inşallah. Həzrəti Ümmül Bənin elə bir əzəmətli xanımdır ki, bugün elə bir xanımın vəfat gecəsidir ki, onun adı vəfa ilə, ixlas ilə, qəhrəman övladlar tərbiyələndirməklə bağlıdır bu ad. Ümmül Bənin deyiləndə yada vəfa düşür, ixlas, qəhrəman oğullar düşür. O ana ki, qəhrəman övladlar, oğullar yetişdirir. Bu ad bağlanıbdır qeyrətlə, vəfa ilə, səfa ilə, isarla, fədakarlıqla. Ümmül Bənin deyəndə bu dəyərlər yada düşür, xatırlanır. Elə bir əzəmətli xanımdır ki, Kərbəla toprağın, Kərbəla səmasın utandırdı, şərməndə elədi. Analığı ilə Kərbəla toprağı, səması bu xanımın qarşısında xəcalət çəkdi. 4 oğul verdi Kərbəlada Aşura günündə. Elə bir xanımdır ki, mərifət əhli, vilayətçilər onu Ümmül Bənin yox, Ümmül Yəmin adlandırır. Yəmin, yəni sağ əl. Əbülfəzl Əbbas İmam Hüseynə kim olubdu? Həzrətin sağ əli olubdu. Deyir məsələn, filan kəsin sağ əlidir. Həzrəti Əbülfəzl Əbbas vilayətin vuran qolu idi. İmam Hüseyn əleyhissalamın sağ əli idi. Vilayətin vuran qolunun anası Ümmül Yəmin. Həzrəti Fatimə binti Hizam. Həzrətin adı Fatimədir. Kilabiyyə tayfasından. Bu xanım qeyrət məktəbinin tərbiyəçisi. Ümmül Bənin, yəni qeyrət məktəbi. Görsən bir məktəbdə, bağçada tərbiyəçilər olur. Əslində, hər adama tərbiyəçi demək düzgün deyil. Yəni adamın özünün tərbiyəsi ola ki, tərbiyə verə də. Həzrəti Ümmül Bənin qeyrət məktəbində tərbiyəçisidir. Tərbiyəçi. Yəni qeyrət məktəbidir. Həzrəti Ümmül Bənin, yəni vəfa müəllimi, müəlliməsi. Həzrəti Ümmül Bənin, xanım Ümmül Bənin əleyhissalam vəfa müəlliməsidir. Əhl-i Beytin qəminə şərik. Həzrət Ümmül Bənin salamullah əleyha elə bir xanımdır ki, dərin imana sahib olub, uca mərifətə yiyələnibdir. Misilsiz təvazukarlığı olubdur bu xanımın.
tərbiyə verməkdə, uşaq tərbiyələndirməkdə nümunə olubdu. İlahi səbrə sahib olubdu. Hüseyn eşqi ilə döyünən qəlbi olubdu bu xanımın. Qəlbən aşıq olubdu İmam Hüseyn əleyhissalama. Və 4 cavan hədiyyə edibdi vilayətə. Həzrəti Ümmülbənin salamullah aleyha vəfadarlıqda nümunədir, analıqda nümunədir, bəsirətdə nümunədir və əhl-i beytə xidmətdə nümunədir. Salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed. Həzrəti Ümmülbənin salamullah aleyhanın xülasə şəkildə fəzilətlərinə işarə edək. Birincisi, onun möhkəm imani və dərin mərifətidir. Möhkəm imana sahib olubdu. Əhl-i beytə dərin mərifəti olubdu bu xanımın. Kilabiyyə tayfasından Fatimə binti Hizam Həzrəti Mövlanın evinə gəlməmişdən qabaq paçılıqda, ağıllı olmaqda, imanda məşhur olmuşdu. Bəni Kilab tayfasında məşhur idi. Fatimə binti Hizam, Fatimə binti Hizam mərifətli, bəsirətli, imanlı, ağıllı bir xanım kimi tanınırdı bu tayfada. Əzəmətli, möminə, nəcibə və ibadət əhli kimi tanınırdı. Onun ən böyük fəzilətlərindən biri budur ki, o əhl-i beyti tanımışdı. Əhl-i beytin məqamın bilirdi. Əhl-i beyti tanımışdı. Sözün həqiqi mənasında tanımışdı. Çoxları iddia edə bilər ki, biz əhl-i beyti qəbul edirik, əhl-i beyti tanıyırıq. Amma görəsən sözün həqiqi mənasında bizlər əhl-i beyti necə lazımdır tanımışıq. Bu xanım əhl-i beyti necə lazımdır tanımışdı. Həzrəti Mövlanın evinə gələndə birinci sözü bu oldu ki, bu evin böyük qızı mənə icazə versin bu evə girim. Xanım Zeynəbdən icazə aldı, daxil oldu Həzrət Əlinin evinə. Təvazökarlığına bax. Və Həzrət Zəhra balalarına ərz elədi ki, mən bura xanımlığa gəlməmişəm, mən sizin anuzun kənizciyəm. Mən sizə xidmətçi gəlmişəm bura. Sonra ərz elədi, ağa, nə olar məni çağıranda Fatimə çağırmayasan? Həzrət onu Ümmülbənin adlandırdı. Yəni oğullar anası. Mədinədə bu cür məşhur oldu, bu cür adlandı Ümmülbənin. İndi də müqəddəs Bəqi qəbirstanlığında Allah nəsib eləsin, gedəsiz, görəsiz, adı Ümmülbənin yazılıbdı. Fatim Ümmülbənin kimi məşhurdur tarixdə. İkinci fəziləti xanımın budur ki, Həzrət Zəhra balalarına çox mehriban olubdu. Heç vaxt xanım özün Həzrəti Əliyə həyat yoldaşı bilmədi. O özün Fatimə balalarına, Həzrət Zəhra balalarına xidmətçi bilirdi. Və həmişə Həzrət Əbülfəzl oğluna, başqa övladlarına bu cür deyirdi. Siz düzdür Əlinin oğlanlarısınız, amma sizin anus Fatimə Zəhra deyir.
Mən özüm bunlara xidmətçiyəm, siz özünüzü nə bada qardaş adlandırasınız bunlara. Ona görə Həzrət Əbülfəzl ağa 34 il yaşadı, bir dəfə də olsun İmam Hüseyin əleyhissalama qardaş demədi. Həmişə ya səyyidi, ya Mövla deyərdi. Özün nökər bilərdi, xidmətçi bilərdi. İmam Hüseyin əleyhissalama eləşəndə Həzrət Əbülfəzl ağa ayaq üstə dayanırdı. Çox məhəbbət elədi İmam Həsənə, İmam Hüseynə, Həzrət Zeynəbə və qarşılıqlı oldu. İmam Həsən ağada, İmam Hüseyin əleyhissalamda, xanım Zeynəb, Ümmə Kulsum, hamı onu özlərinə mehriban ana bilirdilər. Ana deyirdilər ona. Xalis şəkildə, xalisanə məhəbbət göstərirdi. Üçüncü xüsusiyyəti və fəziləti budur ki, Kərbəlanın 4 mücahidin tərbiyələndirdi. 4 Kərbəla şəhidin tərbiyələndirib. Kərbəlanın 4 mücahidi və şəhidi bu xanımın ətəyində böyüyübdür. Bir ana üçün çox fəzilətli şəhid anası olmaq. Fürsətdən istifadə edib, şəhid analarına öz sayğımızı, salamlarımızı, ehtiramımızı çatdırırıq, onların qarşısında baş əyirik. Şəhid anaları cəmiyyətdə gərək həmişə qiymət tapsınlar, hörmət görsünlər, ehtiram görsünlər, dəyərləndirilsinlər. Şəhid analarının hamının boynunda haqqı var. Amma şəhid var, şəhid var. Bədir şəhidləri İslam tarixində ən üstün, uca şəhidlər idi. Kərbəla vaqiəsinə qədər. Kərbəla şəhidləri qiyamətə qədər ən üstün şəhidlərdir. Şəhidin dərəcəsi təsəvvür olunmazdı. Quran şəhidlər haqqında buyurur ki, onlar ölməyiblər. Bəl əhyaun ində rabbihim yurzaqun. Şəhidlər ölməzdilər. Amma Kərbəla şəhidlərinin Allah yanında və cənnətdə xüsusi məqamları var. Amma Allah təbarək və teala Ümmülbənin oğlu Həzrət Əbülfəzlə əleyhissalama elə bir məqam verib ki, hətta şəhidlər belə o məqama qibtə apararlar, qibtə eləyərlər. Həzrət Ümmülbənin əleyhissalamın özünə məxsus fəzilətlərindən biri budur ki, 4 Kərbəla şəhidinin anasıdır. 4 Kərbəla şəhidinin anası. Çox böyük bir fəzilətli bir xanımsın. Kərbəla şəhidlərinin 4'ünün anasıdır. Kərbəla şəhidlərinin Allah yanında vəsf olunmaz məqamları var. Onlardan 4'ünə məxsusən Ələmdar Kərbəla, Babul Həvaic, Həzrəti Əbülfəzl Əbbasa ana olmaq. Kimin anasıdır? İmam Hüseyin əleyhissalamın ələmdarının anası. Həzrəti Əbülfəzl Əbbasın anasıdır. Sən Allah, az fəzilətdir. Bir adam Əbülfəzlə ana ola. 4 oğlanları, biri Həzrəti Əbülfəzl Əbbas, ikincisi Cəfər, Osman, Əbdullah, hamı Kərbəlada şəhid oldular. Elə tərbiyələndirdi bunları, tohid əsasında və vilayət əsasında. Allah övladı olmayanlara övlad nəsib eləsin. Burada oturanların əksəriyyəti valideyndir, atasız və dinləyicilər, baxanların da çoxları
anadılar. Övlad tərbiyəsi çətindir. Çətindir övlad tərbiyəsi. Yəni tərbiyədən söhbət gedir ha. İslam çərçivəsində ədəb-ərkan, elm, təhsil, əxlaq, fəzilət, Allah tanıyan, ibadət eləyən, salih övlad tərbiyələndirmək çətindir. Hər ata-ananın işidir. Cəmiyyətə tərbiyəli övladlar nəsib eləyəsən, verəsən, təhvil verəsən. Tohid əsasında, vilayət əsasında 4 oğul tərbiyələndirib Kərbəla qiyamına təhvil verdi. Nə üçün xanım bu qədər müvəffəq oldu? Sualdır. Həzrət Mövlanın başqa xanımları da var idi də, bəli. Mən istəmirəm müqayisə eləyəm. Qısa olaraq bunu istəyirəm ərz eləyəm ki, Həzrət Ümmülbənin əleyhissalam nə üçün müvəffəq oldu? Çünki onun dərin imanı var idi, mərifəti var idi. Və vilayət məktəbi əsasında tərbiyələndirdi. Bir mövzu var, ara sıra gərək ona işarə oluna. O bundan ibarətdir, bunu parantezdə ərz edirəm. Nə üçün tarixdə bəzi imamzadalar olublar ki, yaxşı insanlar olmayıblar? İmam övladıdır. Yaxşı adam olmayıblar. İmam Kazım əleyhissalam nə dedi? Öz əmsi oğlu haqqında, öz qohumu haqqında. Hətta yaxşılıq eləyirdi. Kömək edirdi ona. Durub gedəndə dedi, gedir mənim balalarımı yetim qoymağa. Gəldi Harun Rəşidin yanına. Elə sözlər dedi, mən bilmirəm ki, sən xəlifəsən, yoxsa Musa ibn Cəfər. Sən də özü xəlifə bilirsən. Elə sözlərlə Harunu özündən çıxartdı. Harun İmam-ı Kazım əleyhissalamı Cəddi Rəsulullahın qəbrinin ziyarətindən əlin qolun bağlayıb apardı. Bu da imam. Burada sual yaranır. Nə üçün bəzi imamzadalar yaxşı olmayıblar? Cavablardan biri budur ki, anaların həm genetik olaraq xasiyyətləri keçir, həm də tərbiyəvi nöqteyi nəzərdən. Həzrətin Nəhcül Bəlağədə buna işarəsi var. Parantezi bağlayıram. İmam-ı Əli ibn Əbi Talibin bu dəyərli həyat yoldaşı sıradan bir xanım deyirdi. Həzrət-i Mövla buna sirriləri öyrətmişdi. Diqqət edin, bir xanım ki, Həzrət-i Mövlaya xanım ola. Özü də ədəbli insan. Özü şairə idi, şeirdi, fəsahətli bir xanım olubdu. İmanlı, tərbiyəli xanım və belə bir xanım ki, onun potensialı var, zərfiyyəti var. Şübhəsiz Həzrət-i Mövla ona nələrsə öyrədir. Həzrət-i Mövla evində tərbiyə aldı İmam Əlidən. Diqqət elə, Həzrət Əli nələr öyrətməyib bu xanıma? Hansı sirriləri açmayıb bu xanıma? Həzrət Ümmülbənin əleyhissalamın növbəti fəziləti Allah iradəsi qarşısında təslim olmasıdır. Bu nə deməkdir? Həzrəti Mövla buyurur ki, mən Allahı tanıdım iradələrin sınmağında. Bizim iradələrimiz, istəklərimiz var. Allahın istəkləri var. İlahi iradə, Allahın iradəsi iki növdür. Təşri'i iradəsi var, şəriət göndəribdir. Məsələn, bizdən istəyib ki, iradə eləyib, istəyir ki, namaz qılaq. Amma biz ixtiyari şəkildə, ixtiyar verib bizə. Kamilləşmək üçün ixtiyari şəkildə özümüz ixtiyari şəkildə sevərək şəriətə əməl edək. Buna sadə dildə mən izah eləməm. Buna təşri'i iradə deyirlər, yəni şəriət.
Bir iradəsi də var, təkvini iradə. Artıq bunda heç bir dəyişiklik ola bilməz. Allah iradə eləyib bizdən istəyib ki, namaz qılaq. Bir çoxları qılmır. Elədir? Allahın iradəsi, istəyi icra olunmur. Şəriətdə. Cəmaət eləmir. Amma təkvin olaraq, yaradılışda Allah ki, bu cür istəyir, insanın, belə deyək, nə ixtiyarı var? Qanunu pozar. İnnəmā yuridullah liyuzhibə ankumur ritsə əhləl beyt və yutəhhirəkum təthira. Allah Quranda nə buyurur? Ədat-ı həsrlə. Allah iradə eləyibdi əhl-i beyti bütün çirkinliklərdən paçlasın. Bu iradə-i təkvinidir. Zərrə qədər o tərəf bu tərəf ola bilməz. Allah iradə eləyibdi bütün varlığı yaratsın, ruzu versin və s. Allah iradə eləyir, öldürür. Allah iradə eləyir, kun fəyəkun, ol olur. Yasin surəsinin sonuncu ayədən qabaqçı ayəsi. Nə buyurur? Kun fəyəkun. Allah iradə eləyir. Allahın iradəsi qarşısında hər şey təslimdir. Bütün varlıq aləmi. Təkvin iradədə. Xanım Ümmülbənin salamullah aleyha ilahi iradə qarşısında, Allahın iradəsi qarşısında təslim idi. Təslim məqamına yetişmişdi. Biz də gərək elənsə olaq. O gün mən namaz arası bir söz dedim. Bir hədis oxudum. O hədis bu idi ki, Həzrət buyurur, hər kəs dua eləyə. Duanın sonunda bu cür ərz eləyə. Maşallah. La havlə və la quvvətə illə billah. Öz istəklərini istəyəndən sonra maşallah nə deməkdir? Yəni Allah, sən istədiyin olsun. Mən istədim istədiklərimi. Amma sənin istədiyi, sənin iradəvi öz istəyimdən, iradəmdən üstün tuturam. Sən qüvvə, qüdrət sahibisən. Deyir, hər kəs dua eləyə, sonda bu cür deyə, Allah deyər ki, mənim bəndəmin istəklərin verirsin. Yəni bizlər Allahın istəyin, iradəsin öz iradəmizdən, istəyimizdən üstün tutaq. Burada ləzzət var, burada məhəbbət var, burada irfan var. Görsən, uşağı sevirsən, övladı sevirsən, öz istəmədiyi onun istədiyinə görə eləyirsən. İstəmirsən bir yerə gedəsən, amma o istəyir. İndi övlad, xanım, dost, mömin qardaşın, bir adamı çox sevirsən, sənə zəhmətdir, istəmirsən onu eləyəsən. Amma o istədiyin, sevdiyin adam bunu istədiyi üçün, onun istəyin, öz istəyindən neyinsən, üstün tutursan. Hamının istəyi var. Amma Allah nə istəyir? Xanımın istəyi Allahın istəyi oldu. O övladların övlad kimi görmürdü ki. Bir ana için, ata için övlad nemətdir. Amma xanım baxırdı övladlarına, deyirdi ki, bunları böyüdürəm Kərbəlaya. Vəqf eləmişəm Hüseyin ibn Əliyə. Görsən, cəmiyyətdə belə bir şey var. Qabaqcadan qurbanlıq hazırlayırlar. Balam, qurbana nə qədər qalır? Məsələn, neçə ay? Deyir, qurbanlığa hazırlayır.
Oğlum Əsəridən Hasan qaydar, qurbanlığın nəzrini hazırlayıram. Xanım bu 4 oğlu bu cür hazırlayırdı Kərbəlaya. Xanımın növbəti xüsusiyyəti, xüsusi olaraq bunu vurğulayıram, Həzrəti Əbülfəzl Əbbas anası olmağıdır ki, ərz elədim. Bunu nə üçün təkrar edirəm? Çünki yeri var. Diqqət edin, Quranda Allah müəyyən hadisələri, müəyyən ayələri dəfələrlə təkrar eləyibdir. Quranda ayələr var. Məsələn, Yasin surəsində gəlib, başqa surədə də gəlibdir. Ondan sonra başqa surədə də gəlibdir. Həzrət Musanın, Həzrət Adəmin dastanının Qur'an-ı Kərim dəfələrlə danışır. Qur'andır bu. Fəsahətdə, bəlağətdə, nəhayət dərəcədə, vəsf olunmaz dərəcədə və möcüzədir. Amma təkrar gətirir. Təkrar nə üçün bunu ərz edirəm? Çünki yeri var. Həzrəti Əbülfəzl Əbbas gərək xüsusi vurğulana. Həzrəti Əbülfəz yəni vəfa. Həzrəti Əbülfəz yəni şücaət. Həzrəti Əbülfəz yəni həya, ədəb, ixlas və s. Bütün bu dərəcələrə yetişməsində anasının böyük payı var. Düzdür, Əli oğlu Əbülfəzlidir. Amma Ümmülbənin anasının böyük zəhməti var. Elə bir oğulun anasıdır ki, Babul Həvaicdir. Babul Həvaic. Biz şiyələr neçə nəfəri Babul Həvaic bilirik. Biri İmam-ı Kazım əleyhissalamdır. Biri Həzrəti Əli Əsğər. Həzrət Əbülfəzl ağa. Üstadım buyurur ki, Əbülfəzlin bu anası da Babul Həvaicdir. 4 nəfəri Babul Həvaic bilirik. Bu nəyin göstəricisidir? Bu xanımın Həzrət Ümmülbənin əleyhissalamın əzəmətli ruha malik olmağını çatdırır. Növbəti məqamı, fəziləti budur ki, biz görürük ki, Əhl-i Beyt əleyhimussalam bu xanıma nə qədər dəyər veriblər. Əzizləyiblər. İmam Hüseyin əleyhissalam nə qədər təkrim edirdi. Hörmətini saxlayırdı bu xanımın. Həzrəti Zeynəb salamullah aleyha ona ana deyirdi. Ehtiramını qoruyurdu. İmam-ı Səccad əleyhissalam o əzadarlıq edərkən belə buyurdu ki, möminə və səbur xanımdır. İmamların, Əhl-i Beytin ona bu sayğısı, ehtiramı onun mənəvi məqamının göstəricisidir. Onun ruhani şəxsiyyətini çatdırır, ruhunun ucalığını çatdırır. Allah rəhmət eləsin. Mərhum Ayətullah Xoyi. Ayətullah Xoyi buyurur ki, təvəssül etmək. Hər kəs gecə namazını qıla, hədiyyə eləyə, 11 rəkət gecə namazı ki var, qılasan, hədiyyə desən Həzrəti Ümmülbənin salamullah aleyhaya, onun ruhuna, insanın hacətləri rəva olar. Və buyurur ki, yazır ki, çox mücərrəbdir, yəni dəfələrlə cavab alıblar. Hər kəs təvəssül eləyibdir, cavab alıbdır, çox faydalıdır. Ayətullah Şahrudda buyurur, hacət almaq üçün Həzrət Əbülfəzlə süfrə açasan, acıları doyuzdurasan, xanıma təvəssül eləyəsən, bax bu gecə. Hacətlər almaq üçün.
Babül Həvaic və Babül Həvaicin anasıdır. Növbəti xüsusiyyəti budur ki, xanım birinci şəxsiyyətdir ki, şeir şəklində İmam Hüseyin əleyhissalama Nohə oxuyub, Mərsiyə oxuyubdur. Üçün ərz elədim, şair idi, şairə, fəsahətli bir şəxsiyyət. Birinci şəxsiyyətdir ki, İmam Hüseyin əleyhissalama Nohə oxuyubdur, şeir olaraq. Həzrət Əbülfəzlə şeir deyibdir. Bu qədər zəhmət verdim, zikri müsibətimiz nə ola? Bayaq ərz elədim ki, bu xanım Həzrət Mövlanın xanımıdır. Düzdür, özün xanım bilmirdi, amma bir adam ki, Həzrət Əmirül Möminin əleyhissalam kimi şəxsiyyətlə bir yastığa baş qoya. Onun evində yaşaya, ona xidmət eləyə, ona xanım ola. Həzrət ona nələr örgətmişdi. Buradan başlayıram. Bir gün hələ Həzrət Əbülfəzlağa təzə dünyaya gəlibdi. Qundaqdan əllərin çıxardmışdı, tərpədirdi. Görərsən, uşaq qundaqdan, beşikdən əllərini çıxardıb gərnəşər, yel tərpədər. Xanım daxil oldu evə, otağa. Gördü ki, Mövla bu balanın əllərin öpür, sürtür gözünə və ağlayır. Baxdı xanım ağıya, dedi, ya Mövla, ya ağacan, nəsə var? Həzrət Mövla baxdı xanıma, dedi, zaman gələr, bu əllər qardaşı Hüseynin uğrunda Allah yolunda kəsilər. Diqqət elə buna. Bir ana üçün nə qədər çətindir bu. Amma xanım əllərin qaldırdı Allah dərgahına, dedi, Elhamdülillahi Rabbil aləmin. Hüseynə qoy qurban olsun. Amma rozan budur ki, elə ki, İmam Hüseyin əleyhissalam Rəcəb ayının son günlərində beyət eləmədi, karivan hazırlandı ki, Mədinədən gecə ilə çıxa, çoxları gəlib deyirdi ki, Hüseyin getmə. Onda gördülər, xanım gəldi. Bu rozanı heç vaxt deməmişim o mən. Gördülər, xanım gəldi, görün nə deyir? Demir getmə və s. axır. Çün Həzrəti Mövla buna xəbər vermişdi nələr olar. Dedi, Hüseyin can, xanım bilirdi bu karivan hara gedir. Bu karivan Kərbəlaya gedən karivandır. Dedi, Hüseyin can, anım Fatimiyə mənim səlamımı çatdırarsan. Başqa söz demədi. Oradan gəldi, 4 cavan oğlunun kənarında dayandı. 4 oğul yola salır abi. Hüseyin karvanında. Ən yaşlısı 34 yaşında Həzrət Əbülfəzl ağa idi. Ondan qalan 20 neçə yaşı, 19 yaş, 24, 25 və s. Dedi, Əbbas, oğlum, diqqət elə. Dedi, Əbbas, oğlanlarım, Hüseyinlə gedirsiniz, məbada Hüseynsiz qayıdasınız ha.